Məktəblərdə müəllimlərin 8 saatlıq iş rejimi ilə bağlı yeni model geniş müzakirələrə səbəb olub. Tətbiqi nəzərdə tutulan bu sistem müəllimlərin dərs prosesindən kənar fəaliyyətlərini, şagirdlərlə fərdi iş, sənədləşmə, metodik hazırlıq və məktəb daxilində digər öhdəlikləri bir çərçivəyə salmağı hədəfləyir. Yeni rejimin təhsilin keyfiyyətinə, repetitorluq sisteminə və müəllim yükünə necə təsir edəcəyi isə əsas suallar olaraq qalır. Yaranan suallara təhsil eksperti İlham Əhmədov cavab verib. İndi son vaxtlar müəllimlərin 8 saat məktəbdə işdə oturulması söhbəti düşüb ortalığa. Bunun repetitorun qarşısını almaq məqsədilə edildiyi güman edilir. Amma mən inanmıram ki, bu təşəbbüs də yaxşı nəticə versin. Bir tərəfdən deməli, məktəbdə işləyənlərin 90% qadınlardır, evdə ailəsi, uşağı, anadır, ailəsində də olmalıdır. Sonra sərbəst vaxtında evində oturub öz peşə fəaliyyətini inkişaf etdirməlidir və s. Amma bu məktəbdə 8 saat oturanda və məktəbdə də şəraitin, əksər məktəblərdə arzu olunan şərait yoxdur, lazımi şərait yoxdur və s. Bu problem yaradır və bu sahəyə axının qarşısını bu da alacaqdır. Yəni, müəllimlik sənətinə gələnlərin sayı, əgər bu layihə həyata keçsə və mən onun çox da səmərəli olmasına inanmıram, bu müəllimlik peşəsini biraz da nüfuzdan salacaqdır. Ümumiyyətlə, son illər, xüsusən son 10 ilin ərzində təhsil sisteminin idarə edilməsinə, pedaqoji sahəyə, təhsil sahəsində müəllimliyə aidiyyəti olmayan çoxlu menecerlərin axın etməsi və onların da müəllimlərə qarşı müəyyən qədər hörmətsiz yanaşması, onun nüfuzdan salması, sertifikatlaşmanın dair müzakirə edilməsi, bunlar müəllimi nüfuzdan salır. Belə təsəvvür yaranır ki, müəllimdən başqa hamısı savadlıdır. Halbuki bizim universitetlərin hazırladığı mühəndis də, iqtisadçı da, həkim də elə müəllimlərin günündədir, bəlkə də biraz da zəifdir. Amma nədənsə onları müzakirə edən yoxdur, hamı müəllimləri müzakirə edir. Ona görə də müəllimin nüfuzdan düşməsinin bir səbəbi də bu oldu. Müəllim şaftalı sözünü yaza bilmir, kvadratını, perimetrini hesabləyə bilmir. Şagirdlər də buna baxırlar və hər müəllim haqqında fikirləşir, sinifə gələndə görürsən bu müəllim şaftalı sözünü yaza bilir ya yox. Belə antipedaqoji hərəkətlər və təhsildən uzaq insanların təhsili idarə etməsi müəllimləri nüfuzdan saldı.